Mən isə deyim ki, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İrəvan Hər Daşı Tarix, necə də gözəl ad var. İrəvan Hər Daşı Tarix adı layihəsi çərçivəsində İrəvan şəhərinin tarixi irsini və mədəni dəyərlərini əks etdirən fotoalbomun təqdimatı baş tutub. Elmi Araşdırmalar İctimai Birliyi tərəfindən təsis edilən albomun müəllifi Telman Qasımovdur. Bildirilir ki, 274 səhifədən ibarət bu albomda İrəvan şəhərinin tarixi və 1-ci Qarabağ Savaşına qədərki dövrünə aid fotolar, eləcə də ermənilər tərəfindən dağıdılan mədəni abidələrimizin fotoları yer alıb. Rəsmi şəxslərin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu təqdimat mərasimində albomun imza mərasimində keçirilib. Qonaqlar İrəvan şəhərini addım-addım təsvir edən fotolarla yaxından tanış olublar. Çok büyük hoşbəxtlik Əslində, informasiya müharibəsi elə 88-ci ildən başlamışdı. Və o vaxtdan böyük demək olar ki, döyüşlər gedirdi. Həmin o cəbhənin bir qəhrəmanlarının biri də bizim Telman müəllimdir. Bugün mən onu təbrik edirəm. Bizim ictimaiyyətə də təbrik edən biri bir gözəl bir kitab, gözəl bir fotoalbomu gətiribdir. Fotoalbomda yer alan bütövlüklə tarixi sənədlər, şəkillər, informasiyalar demək olar ki, mən tərəfimdən illər ərzində toplanmış, hazırlanmış İrəvan şəhərinin deməli tarixi abidələridir, məscidləridir, karvansaralarıdır, zədəganlarıdır. Bir çox materiallar var ki, orada yer almışdır. Digər materiallardan fərqli olaraq İrəvan şəhərindəki çölməkçi məhəlləsi haqqında informasiya verilir. Əsli oradan olan insanlar üçün bu bir belə deyək də yol xəritəsi kimi mən hesab edirəm. Bəli, tarixi bu cürdə yaşatmaq lazımdır.